Demək olar ki, hardasa bir 1500'e yaxın paylaşmışam. Yəni bu şəhidlərdən bağlı onluqlar paylaşmışam. Yəni 1500'dən çox əskər yəni xatırlanıb və fikrim odur ki, bunun hamısını, yəni o bütün Azərbaycanda şəhid olmuş bütün şəhidlərimizin hamısını bu silsilə ilə artırın, yəni bitirim və hər yerdə yayılsın. Demək olar ki, mən bunları hər paylaşanda dostlar, Instagramda, Facebookda, deyək ki, YouTube'da, TikTok'da, Odnoklassnikdə, hardasa bir X şəbəkəsində, yəni hardasa bir 7 şəbəkədə paylaşıram və çox təəssüf edirəm. Yəni çox təəssüf edirəm ki, məsələn, elə videolarım var, mənim 150, 200 min, hətta 1 milyon baxışı olan videolarım var. Amma nədənsə, məsələn, YouTube'da bunlara baxış 150-200'dən, TikTok'da 1000'dən o tərəfə keçmir. Yəni baxış sayı yoxdur. Amma dəxli yoxdur. Baxsanız da, baxmasanız da mən bunu eləyəcəm ki, yəni həm unudulmamaq üçün, həm də bütün hara gedirsən orada biz bunlara rast gəlməliyik. Xüsusilə mən bu bəzi regionlarda o şəhid şəkillərinin və yolun qıraqlarından sökülməsi ilə bağlı icra hakimiyyətlərinin elədiyi şərəfsizlikdən sonra daha doğrusu başladım bunlara. Bugün də bu deməli rayon deməli hər rayondan 10, məsələn burada indi 10 rayon var, yüzlük, ona görə birinci yüzlük yazmışam. Bu indi Allah qoysa biz bugün yəqin ki TikTok'da mən sabahları 12-ci yüzü paylaşacağım, sağlıq olsun. Yəni nəyi demək istəyirəm? Yəni bu ən qorxusuz şeydir dostlar. Allah rəhmət eləsin, məkanı cənnət olsun belə yazmaqdan qorxan tamaşaçı ilə nə danışasan? Bir halda ki, bir insan deyək ki, baxır şəhid şəkillərinə, onu xatırlayır və onun altından Allah rəhmət eləsin, məkanı cənnət olsun yazmaqdan qorxursa, çətindir onunla danışmaq. Nəysə, Allah hamısına rəhmət eləsin, amma bizim bugün demək olar ki, bizim bu şəhidlərin məhz Allah təbii ki, onların hamısının ruhları cənnətdədir və bunların yəni xatırlanması, biz xatırlamasaq da onsuz da bunlar beşikdədirlər. Yəni sadəcə olaraq biz balaca öz vicdani borcumuz, yəni vicdanımızın rahat olması üçün elə olunan şeylərdir bunlar.